Diferensial sözünün anlamı differentia, Latın sözündən gəlir, mənası isə fərq olduğunu bildirir. Bu qurğunun işləmə prinsipi Kirchhoff'un cərəyanlar qanunu prinsipinə əsaslanır. Düyün nöqtələrinə daxil olan cərəyanların cəmi çıxan cərəyanların cəminə bərabər olmalıdır. Yəni faza ilə gedən cərəyanla nol xətti ilə qayıdan cərəyanın fərqini, diferensialını müqayisə edən bir qurğudur. Burada isə təsəvvür edək bir soyuducu var. Bu soyuducu bir işlədicidir. Cihaz qoşulduqda, işə düşdükdə cərəyan fazadan yükę daxil olur, yükdən keçərək nol xətti ilə qayıdır. Buna bəzən də can qoruyucu relé deyirlər. Qaçaq cərəyan relesi, can qoruyucu relé. Bunun isə səbəbi var. Yəni tutalım burada 10 amperlik bir yük var. İşlədici işə düşərkən 10 amperlik enerji cərəyan çəkir. Faza ilə 10 amper cərəyan çıxıb, nol xətti vasitəsilə 10 amper cərəyan reləyə daxil olub yolunu davam etdirir. Bu zaman diferensial işləmir. Yəni işə düşmür. Hər şey normaldır. Yəni ki, cərəyan şiddəti diferensial bərabərdir. 10 amper çıxılsın 10 amper bərabərdir 0. Bu zaman diferensial işləmir. Yəni hər şey normaldır. Amma əgər insan faza naqilinə toxunubsa və bədəndən 50 milliamper cərəyan bədənindən torpağa axırsa, fazadan çıxan 10 amper, noldan qayıdan 9,95 amper olacaq. Bu zaman diferensial 0,5 amper itki olduğunu hesablayıb dərhal dövrəni açır. Bu səbəbdən buna qaçaq relesi həm də can güdən relé deyilir.